Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sizi yenidən Kanal 13-ün canlı efirindən salamlayıram. Efirdə İslam Dünyası verilişidir və aparıcınız mən Ayşəm Rüstəmovayam. Bugünkü verilişimizin qonağı hər zaman olduğu kimi Yaşar Qurbanovdur, ilahiyyatçımız Yaşar Qurbanovdur. Və bugünün mövzusu İslamda dua, duanın qəbul olunması və yaxud da olunmaması mövzusunda söhbətimiz olacaq. Yaşar, mən xoş gəlmişsiniz. Çox sağ olun. Mən də ilk öncə bütün tamaşaçımı salamlayıram. Allahın xeyri, bərəkəti üzərlərinə olsun. O mübarək gözəl gündə Allah təala dualarımızı qəbul etsin, rəhmət günləridir. Və nəyə görə bu mövzunu seçdim? Çünki bu barədə çox suallar gəlir ki, dualarımız bəziləridir ki, dualar niyə qəbul olunur və ya necə olur, niyə olmur? Bu mövzu ilə əlaqəli olaraq duaların qəbul olunması və duanın qəbul olunmamasında olan maneələr, bu mövzulara toxunarıq inşallah. Vaxtımızda qalsın imanın zəifliyinin təzahürü və yaxud da ki, gələn verişimizə toxunarıq. Həmişə olduğu kimi Quran-ı Kərimdən bir neçə ayələri dinləyək və sonra söhbətimizə davam edək. Uca Allah da xeyirli, bərəkətli eyləsin.
Bir daha qeyd edim ki, verilişimizin bugünkü mövzusu dua, duaların qəbul olunması və olunmamasıdır. Yaşar müəllimlə bu haqda söhbətlərimiz olacaq. Buyurun Yaşar müəllim. Yəni ilk öncə bilmək lazımdır ki, Allah təala duaları qəbul edəndir. Amma bu duaların qəbul olunmasında bəzi həqiqətlər var. Bəzən dualar gecikir və ya hansısa səbəblərə görə qəbul olunmur və ya qəbul gecikir. Yəni bu məsələləri hər bir müsəlman bilməlidir. Çünki bəzən görürsən ki, müsəlmandır, namaz qılır, ibadət eləyir, oruçdur. Mənim duam niyə qəbul olmadı və ya mənim dualarım qəbul olmadı deyərək gileylənir. Əlbəttə bu düzgün deyil və bugünkü verilişimizdə çalışacaq ki, bu məsələni izah eləyək. Duaların qəbul olunması ədəbləri, dualar niyə qəbul olunmur və ya duaların qəbul olunmamasında olan bəzi maneələr. Yəni, bunlar deyilər ki, dua barəsində olan həqiqətlərdir ki, hər bir müsəlman onu bilməlidir və hər bir müsəlman birinci yəqini də bilməlidir ki, Allah da Quran-ı Kərimdə Əl-Bəqərə surəsində və ya digər ayələrdə Qafir surəsində 60-cı ayədə vəd edib ki, Allah da duaları qəbul edəndir. Yəni, bu ümumi olaraq Allah buyurur ki, duaları mən qəbul edirəm. Allah buyurur Quran-ı Kərimdə və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz buyurdu ki, mənə dua edin, mən də sizin dualarınıza cavab verim. İnnəl-ləzīnə yəstəkbirunə ən ibadəti səyədxulunə cəhənnəmə dəxilə. O kəslər ki, mənim ibadətimdən üz döndərər, təkəbbürlü edərək ibadətinə üz döndərirlər, onların düşəcəyi yer cəhənnəmdir. Yəni, Allah təala Quran-ı Kərimdə duanı bu mövqedə duanı ibadət adlandırır. Yəni, bir insan dua edərkən duasının qəbul olundu, olunmadı və ya gecikdi, bilməlidir ki, o Allah təala ibadət edir birinci dərəcə. Çünki dua ibadətdir. Ona görə də dua ancaq Allaha edilməlidir. Allahdan başqa daşdır, ağacdır, pirdir, heç nəyə dua etmək olmaz. Yəni, Allahdan başqa heç kimsədən istəmək olmaz. Çünki duanın sahibi Allahdır. Allah təala buyurub ki, mənə dua edin, mən də sizin dualarınızı qəbul edeyim. Ona görə də yəni, birinci həqiqət odur ki, yəni Allah təala duaları qəbul edən ümumi olaraq. Və ikinci odur ki, yəni duanın gecikməsi, dua etdim, İnsan düşünməlidir ki, dərhal duası qəbul olunacaq. Ola bilsin, dərhal alta qəbul etdi, səbəblərə sarılıb, ixlasına görə, səmriyinə görə və yaxud da ki, duanı Allah təala onun duasının vaxtını gecikdirə bilər və yaxud da ki, həm etdiyi deyil, ona bənzər başqa bir şey verə bilər. Bəzən görsən, müsəlmanlar deyir ki, mən dua etdim, olmadı. Amma ona oxşayan başqa bir şeylər həyatına baş verib, gileylənir ki, duam olmadı. Şərt deyil ki, ancaq etdiyin şey olmalıdır. Ona bənzər, ona oxşayan, onun misalında İstədiyin şeylər gələ bilər. Allah da onu sənə məsləhət görmür, başqa bir şey verir. Amma eynidir. Deməli, Allah da sənə dualarını qəbul eləyib. Ona görə insan gərək bu məsələlərdə diqqətli olsun. Bunun hədis şərifdə buyurur ki, Peyğəmbərimiz hədis şərifdə bunu qeyd eləyək. Mə min muslimin yəd'u leysə bi ismin və la qati'ati rahim. Yəni, duanın nə vaxt dua qəbul olunur? Əgər bir müsəlman Allaha dua edir, günah etmirsə, yəni günahdan tövbə edibsə, leysə bi ismin, günahı yoxdur. Və la qati'ati rahim. Həmçinin qohumlu əlaqələrini kəsməyibsə, baxın, duanın həmçinin gecikməsinin səbəbi nədir? İnsanın günahlarının çox olması və qohumlu əlaqələrini kəsməsi. İllə a'tahullahu ihdə thələth. Allah təala ona 3 şeyi verə bilər, 3-dən birini verə bilər. Yəni, 3 dənə nədir? İmmə ən yu'əccilə ləhu də'vətə və ya onun duasını Allah təala qəbul edər. Tez bir zamanda verər. Və immə ən yəddəxirəhə ləhə fil əxir və yaxud Allah təala o qulun günahlarının çox olduğuna görə və ya ahirətdə onu daha çox sevdiyinə görə onun duasını bu dünyada qəbul etsin, onun əvəzinə savab verəcək ahirətdə. Ahirətə saxlayar onun duasını. Və immə ən yədfəə anhu minəs-su'i misləhə və ya onun dua etdiyi miqdarda, böyüklükdə Allah Teala səndən bəlaları aradan qaldırar. Bəzən görürsən, bəziləri müsəlmanlar gileylənir, duam qəbul olmadı. Hansı ki, Allah Teala səni sevdiyindən, istədiyindən onun mislində nə qədər səndən bəlanı, fitnəni, müsibəti aradan qaldırıb, bəlkə nə qədər səndən xəstəlikləri uzaqlaşdırıb. Nəyə görə müsəlman gileylənməlidir? Hər bir halda dua sənin üçün xeyirlidir. Ona görə dua çünki ibadətdir. Allah Teala duanı ibadət adlandırdı. Və dedi, 3 şey verəcək. Ya bu dünyada onu tez olaraq cavabını verər və ya onu ahirətə saxlayacaq. Ahirət daha çox savab verəcək. Bu dünyada isti vermədi Allah və yaxud da ki, onun mislində, dua miqdarında, İstədiyin şeyin böyüklüyündə, miqdarında Allah-u Teala ondan böyük səndən müsibəti bəlanı aparıb. Yenə də insana xeyirdir. Bəlkə nə qədər xəstəliklər sənə baş verəcəkdir, nə müsibətlər düçar olacaqdın, Allah Teala sənin etdiyin duaya görə o müsibətləri aradan qaldırdı. Ona görə hər halükarda dua insan üçün xeyirlidir. Çünki sən dua edərkən Allaha ibadət etmiş sayılırsan. Ona görə də sahabə soruşur ki, bunu deyəndə, ey Allah Rasulü, duamı çoxaldaq mı onda? Deyir ki, Allahu əksər, bəli, çoxaldın. Allah Taala'nın nemətləri çoxdur.
Nə qədər çox eləsən, o qədər də Allah sizə çox verəcək. Yəni dediyim şeylər. Ya bu dünyada, ya axirətdə, ya da ki, onunla səndən müsibəti aradan qaldıracaq. Onun ki, İbn Həcər alimlərinin birisi buyurur ki, kullu da'in yustajabu lahu. Hər bir dua qəbuldur. Lakinnə tənavvu'ul icabə. Ancaq deyir, duanın qəbulu müxtəlifdir. Duanın qəbulu növlərə bölünə bilər. Yəni, fətəratan təqa'u aynı bimə da'a bihi. Bəzən deyir, etdiyi dua eyni şeyi Allah Teala verə bilər və yaxud da vataradan bi'avdi və ya Allah Teala onun əvəzinə başqa şey sənə verəcək. Onun mislində, ona bənzəyən və ya onunla sənə başqa şey verəcək, hansı ki, sən bilmirsən hansına daha çox ehtiyacın var, amma Allah Teala bilir. Ona görə də dua çox xeyirlidir. Dua həqiqətən ən gözəl ibadətlərindən birisidir. Ona görə də, baxın, dua edərkən Allahın gözəl adları ilə dua etmək çox gözəldir. Sahabələrdən birisi, hansı ki, səhih rivayətlərdən birisi, Ənəs ibn Məlik radiyallahu anh rivayət edib ki, Kənə raculun min ashabin nəbi s.ə.v minəl ansar. Peyğəmbər s.ə.v sahabələrindən, ənsarlardan bir nəfər yükənnə Əbə Miəlləq qadında olur. Tacir olur, ticarətə çıxardı, gedərdi, deyir. Yəni, uzaq məsafələrə gedərdi, amma çox təqvalı insan idi. Fəxaracə marratan fələqiyəh lissun. Bir gün yol gedərkən, deyir, bir oğru ilə qarşılaşdı. Yanında silahı. Yəni, bu da namaz üçün hazırlaşıb, silahın zadı kənara qoyub ki, özünü də müdafiə edə bilmir. Oğlu deyir ki, ona, mən səni öldürəcəm. Sahabi də deyir ki, niyə görə məni öldürürsən? Gəl, mən sənin onun əvəzinə mal dövlətimin hamısını sənə verim. Deyir ki, yox, mən sənin mal dövlətində də gözüm yoxdur, ticarətsən, mən səni öldürmək istəyəm. Deyir, onda mənə icazə ver, qoy mən deyir, namaz qılım. Deyir, onda namazı qıl. Namaz qılır, 4 rükət namaz qıldı və namazda bu duanı elədi səcdədə. Ya vadud, ey qullarını sevən, ya zəl arşil məcid, şanlı ərşin sahibi, əsəlükə bi'izzikəlləzi lə yuram, sənin izzətinlə, daim olan izzətinlə sənə dua edirəm. Bütün mülkün sahibi sənsən, sənin nurunla səndən istəyəm, çünki sənin nurundur, bütün kainatı bürüyüb. Bu şərrinin, bu oğrunun şərrindən məni qura. Ya muğith əğithni, ya muğith, yəni ey ehtiyac anında, sıxıntı anında köməyə gələn. Kimdir Allah Teala? Əğithni, ya muğith əğithni, 3 dəfə bunu dedi. Fəizə huvə bifərisin əqbələ biyədiyi hərbə. Bir anda gördü ki, bir yerdən atlı çıxdı, əlində nizəsi ilə gəldi və nizə ilə atıb həmən oğrunu öldürdü. Və bundan sonra soruşanda ki, mən əntə, atam, anam sənə fəda olsun, sən kimsən, hansı ki, deyir, fəqad əğəfiyən Allah bikəl yox, Allah Teala sənin vasitəsilə məni xilas elədi. Dedi ki, ənə mələkun min əhli səməi rabiyə, səmanın dördüncü təbəqəsində, səmanın 4-cü təbəqəsində olan mələkəm. Fədəavtə biduakəl əvvəl, sənin birinci dualında deyir, 4-cü dua hansı ki, Allahın gözəl adlarını istəyəndə, deyir, səmanın qapılarının cırıltısı eşidildi. Görüncə dua eləyib. Thumma da'avta bidu'aika thani, ikinci dua isə səma əhli, yəni mələklərin səsi eşidildi. Mələklər deyir, səslərini yüksəltdilər ki, görüncə dua eləyir. Sonra 3-cü dua eləyəndə Allah Teala dedi ki, deyir, bu deyir məzlumun, sıxıntının olan duasıdır. Fəsəltullaha ən yüvəlliyəni fəqatələ. Yəni Allah Teala deməli göndərdi ki, sənə kömək üçün, subhanallah. Görün necə Allahın gözəl adları ilə, Allahın adları ilə, Allaha səmimi qəlbdən sıxıntı anda dua edərsə, Allah da nə edir? Onun duasını qəbul edir. Ona görə hər bir insana bir sıxıntı baş verəndə, bir sıxıntıya düşəndə, problemə düşəndə səmimi qəlbdən Allaha yönəlməlidir. Ona görə Allah deyir ki, yəni insanın nə qədər problemi olsa, bəlkə xəstələnir, problemlərlə üzləşib, şiddət içərisindədir, sıxıntı içərisindədir, Allah Teala'ya yönəlməlidir bu vaxtı. Allah'a ancaq istəməlidir. Səmimi qəlbdən istəyərək, gözündən yaş tökərək. Çünki bilməlidir ki, Allah Teala mömin qullarına vəd edib ki, وَقَالَ رَبُّكُمْ اُدْعُونِ əstəcib لَكُمْ Rəbbiniz buyurdu ki, dua edin, duanızı qəbul edin. Yəni istəyinə, istəyərək, inanaraq ki, Allah Teala duaları qəbul edir. Çünki Rəbbimiz vəd edib. وَإِذَا سَعَلَكَ عِبَادِ عَنِّي Qullarım, ey Məhəmməd, qullarım səndən mənim barədən soruşsalar, فَإِنِّي قَرِيبٌ Mən yaxınam, ucibu dəvətəd də'i izə dəən Dua edənin duasını qəbul edərəm. فَلْيَسْتَجِيبُوا لِي Mənim yoluma gəlsinlər, وَلْيُؤْمِنُوا بِي Mənə iman gətirsinlər. Allah Quran-ı Kərimdə buyurur.
Çünki Allah Teala nə deyir? Mən yaxınam. Görün, Allah Teala qullarına, bəndələrinə deyir, mən sizə yaxınam. Yəni bu nədir? Allah sevgisini bizə göstərir, məhəbbətini göstərir Allah Teala bizə, yaxınlığını göstərir, lütfünü göstərir, mərhəbətini göstərir ki, mən sizə yaxınam. Niyə uzağa gedirsiniz? Niyə qorxursunuz? Sıxıntı anda sənin Rəbbin var, göyləri və yerləri yaradan, bütün kainatın sahibi. Nəyə görə sən sıxılmalısan? Sən bil ki, Allah var səni qoruyan, sənin arxanda Rəbbin var. Onun neynədir? Allah Teala duasını qəbul edir, kim bunu dua edərsə. Ona görə bəzi səbəblərə sarılmaq da əlbəttə daha gözəldir. Hədis-i şərif Peyğəmbərimiz buyurur ki: "Yenzil Rabbuna təbaraka və təala kullu leylatin ilə səma' dunya." Allah Teala hər gecə dünya səmasına enər. Yəni gecə namazının fəziləti, kim gecə namazına qalxırsa, Allah Teala deyər ki, kim dua eləyir, duasını qəbul eləyim. Kim qorunmaq istəyir, qoruyum. Kim nə istəyir, istəyin verim. Kim bağışlama dilir, onu bağışlayım. Ona görə Peyğəmbər hədisi buyurur ki, "Mən ləm yəsəlilləhə yəğdab aleyhi." Kim Allaha dua etməzsə, Allah ona qəzəblənər. Nəyə görə? Çünki insan elə zənn eləyir ki, Allaha ehtiyacı yoxdur. Allaha dua etməyinə Allah qəzəblənir. Çünki sən elə zənn eləyirsən ki, sən Allaha ehtiyacın, hansı ki sən zəifsən. Xəstələndə ya Allah, sıxıntı ediyorsun ya Allah. Bilirsən ki, Allahdan başqa heç kimdə sənə yar ola bilməz. Heç kimdə sənə kömək ola bilməz. Ona görə dua nədir? İbadətdir. Görün, Allah Teala nə qədər bizə yaxınlığını bildirir, lütfünü bildirir ki, mən sizə yaxınam, dua edeyim, dualarınızı qəbul edəyənəm. Amma nə deyir? "Fəliyəstəcibu li", mənim yoluma gəlin, "Vəl yu'minu bi", mənə iman gətirin. Ona görə də insan hər zaman Allaha bel bağlamalıdır, Allaha təvəkkül etməlidir və sıxıntı anında ancaq Allahdan diləməlidir, Allaha yalvarmalıdır. Çünki Allah Teala nədir? Duaları qəbul edəndir. Və əsasən də nədir? Hər bir insan bilməlidir ki, duanı Allah Teala nədir? Qəbul edəndir Allah Teala. Baxın, bir nəfər deyir ki, nə zaman dua etsəm deyir, duamı Allah Teala qəbul edir. Çünki nəyə görə? Ona görə ki, deyir, mən demirəm ki, salih insanlardanam, o qədər təqvalı insanam, zahidəm, xeyr. Və mən uşaqlığımdan bilirəm ki, deyir. Bilirəm ki, uşaqlığımdan ki, nə zaman dua edərsə, Allah Teala duanı qəbul edər. Yəni, qəlbimdə ona iman var. İnanıram Rəbbimə. Hətta duanın qəbul olan vaxtları olmasa belə, nə qədər dua edirəm, Allah Teala edir, duamı deyə qəbul edir. Çünki nəyə görə? Qəlbimdə imanım var ona. Mən bunu fəxrlə demirəm, mən bunu da ibrət üçün deyirəm. Çünki Allaha inanaraq dua edirəm. Ona görə də, amma insanın dualarının qəbul olması üçün həmçinin şərtlərdən birisi nədir? İnsan nə etməlidir? Tələsməli deyil. Bəzi insanlar tələsir. Dua edir, hədisdə buyurur, "La yazalu yustajabu lil-abdi ma lam yad'u bi-ithmi wa qati'ati rahmin ma lam yasta'jil." Bir insanın deyir, duası deyir, tələsməyənə qədər qəbul edilər. Soruşsa, ey Allahın Rəsulu, tələsmək nədir? Tələsmək odur ki, deyir, "Qala qad da'awtu və qad da'awtu falam yustajab, falam ala yastajibu li feyestehsir." O kəs ki, deyir ki, dua etdim, görürəm ki, qəbul etmir, sıxılır və duanı eləyir, tərk eləyir. Bu insandır, tələsən sayılır Peyğəmbər s.ə.v. Yəni, həmişə duada nə etməlisən? Davamlı olmalısan. Qəbul olunsa da, olunmasa da, hər zaman sən duanı əsirgəməli deyilsən. Ona görə hər bir müsəlman nədir? İbn-i Cavzi gözəl bir söz var, deyir ki, hər bir müsəlman bilməlidir ki, mümin bilməlidir ki, onun duası rədd edilməz. Ya birbaşa qəbul olunar, ya Allahdan onu gecikdirər, sonra verər və ya Allahdan onun əvəzini verəcək. Gec verəcək və ya tez verəcək. Ona görə də müsəlman, mümin hər zaman Rəbbindən diləməyi tərk eləməli deyil. Duadan uzaqlaşmağı deyil. Yəni, hər bir müsəlman səmimi qəlbdən Allaha dua edərsə, duası qəbul olunar. Hansı halda qəbul olunmaz? Misal üçün, bunlardan birisi odur ki, bunu da qeyd eləyək, zülm. Yəni, bir insan zülm eləyirsə, insanlara bilsin ki, Allah Teala onun duasını qəbul etməz. Əksində məzlumun duasını Allah Teala qəbul eləyər. Yəni nədir? Çünki Peyğəmbər buyurur ki, "İttaqi da'vatal məzlum." Məzlumun duasından qorxun, çünki onun duası ilə Allah arasında heç bir pərdə yoxdur. Yəni zülm eləyən insanın Allah Teala heç zaman duasını qəbul etməz. Ona görə də insanlar var, həmişə dua edirlər, duam qəbul olunmadı. Hətta elə insan var ki, məzlumdur, zülm olunub, duası qəbul olunmur. Niyə? Çünki axtar, gör ki, kiməsə zülm etmirsən.
harda zülm etmirsən? Ya günahlarla öz nəfsinə zülm etmirsən və ya kiminsə haqqına girmirsən, kiminsə kobud cavab vermirsən, kiminsə incitmirsən, duanın qəbul olunmamasının ən böyük səbəblərindən birisi odur. Hətta alimlərdən birisi soruşurlar ki, illərlə dua eləyirik, amma mən məzlumam, duam qəbul olunmur. Deyir ki, onda deyir, sən get öz əməllərə bax ki, hansı əməlində zülm var. Biz istəyirəm Əsma-ül Hüsnaya qulaq asaq, ondan sonra verişimizə qaldığı yerdən davam edelim. Allah, Allah, sensin Allah, sanadır kulluğum, sendedir çarem. Bir daha qeyd edim ki, verişimizin bugünkü mövzusu dua, duaların qəbul olunması və olunmamasıdır. Yaşar müəllimlə bu haqda söhbətlərimiz olacaq. Mən soruşmaq istədim, xanımı nişanlayırlar bir oğlanı və ona getmək istəmir. Lakin o bilmir ki, əslində ona getmək xeyirlidir də. Ona görə istixara duası var. Ona görə istixara duası, istixara namazı var ümumiyyətlə İslamda belə. Yəni bir işi etmək istəyirsən, evlənmək işidir, ticarətdir, həyatda bir işi atılırsan. Sən bilmirsən bu işin xeyirlidir, sənin xeyirli deyil. Yox, olmaması üçün dua edirsən. Mən o demirəm. Yox, söhbət gedir. Hələ sən bu işi atılmısan, hələ bilmirsən nə olacaq. Evlənmək istəyirsən və ya iş görmək istəyirsən və ya filan kəsi bəyənmirsən, bilmirsən nədir. Ona görə istixara namazı qılırsan və dua edirsən ki, ey Allahım, o Müsəlmanın qalası kitabında, ey Allahım, əgər bu iş xeyirlidirsə, deyirsən ki, ey Allahım, çünki hər şey təqdir sənin əlindədir. Sən bilirsən, mən bilmirəm, duada var. Əgər bu iş, evlilik, bu işin, filan işim adını çəksən, mənim üçün xeyirlidirsə, sən onu mənə qismət elə və bərəkətli elə. Yox, mənim üçün xeyirli deyilsə, sən o işdən daha mənə xeyirlisini qismət elə, o işdən məni uzaqlaşdır. Yəni buna deyirlər ki, istixara namazı. Həmən duanı səcdə eləmək olar, namazdan sonra da eləmək olar. Mən onu soruşmaq istəmədim. Bu insan birinci dua edir ki, Allahım, mənim işim alınmasın, bu işi olmasın. Məni atan filan kəsə verməsin, misal üçün. Və yaxud da ki, nə bilim... Yox, bəyənmirsə, qadın dua eləyə bilər. Yox, bir dəqiqə, mən sualımı tamamlayayım Yaşar müəllim. Bu insan dua edir və sonunda isə etdiyi duadan peşman olur ki, kaş ki belə olaydı. Və sonra yenidən dua eləmək ki, Allahım, nə olar, yenidən bu işi düzəlt, yenidən bu işi alınsın. Eləyə bilər dua. Yəni o... Dua, heç bir problem yoxdur, dua eləyə bilər. Aydındır. Orada heç bir problem yoxdur. Aydındır. Və verişimizin sonuna yaxın sizdən duaları alaq. Verişimizin vaxtı da bitdi. Dua da eləyək. Bəs duam alınsın deyə qurban kəsirəm. Bu Allaha şərt kəsmək kimidirmi? Eldəni soruşursun falan. Buna nəzir deyirlər. Nəzirin hökmü İslamda belədir. Yəni, ümumiyyətlə, nəzir İslamda bəyənilmir. Haram deyil, amma bəyənilmir. Yəni, filan işim alınsa, filan şey edəcəm. Filan işim alınsa, Peyğəmbərimiz buyurur ki, nəzir deyir, paxıl insandan çıxar. Paxılın əlaməti. Nəyə görə? Əgər sənin imkanın varsa, get kəs. Kasıblara payla, sonra dua elə. Amma ki, bu məkruhdur, haram deyil. Amma ki, nəzir eləmisənsə, misal üçün, evladım universitetə girsin, qoyun kəsəcəm. Artıq sən onu nəzir eləmisənsə, onu kəsməlisən. Və bir də nəzir edərkən, bunu da qeyd eləyək, nəzir deyərkən, malik olduğun şey deməlisən. Yəni, sən imkanın çatacaq, çatmayacaq. Nəzir deyirsən, mən 1000 dənə dəvə kəsəcəm. Sənin 1000 dənə dəvən kəsilməlisin, yoxundur. Yəni, malik olduğun şeyi eləməlisən, nəzir. Və bir də nəzir ancaq Allah üçün deyilməlidir. Allahdan başqa ölü üçün, qəbir üçün deyilməli deyil. Ramazanda qurban kəsmək olar mı? Abu Səid soruşur. Qurban elə belə qurban kəsmək olar. Amma
qurbanın vaxtı var. Bir var vacib olan qurban İslamda, qurban bayramında. Bir də var ki, misal üçün Ramazan ayında sən istəyən ki, bir Allah üçün bir heyvanı qurban kəsən, kasıblara paylayasan, heç bir problem yoxdur, olar. Kənan soruşur ki, paxıl yoxsa xəsis insandan, güman ki, paxıl və xəsis ikisi eyni sözdür. Xəsis oldu da, yəni xəsis söhbət elə xəsisdən gedir. Eldəniz yazır, Allah razı olsun. Buyurun, dualara başlayaq. Allahım, səndən mərhəmətinə layiq olan əməllər sahibi olmağı, məğfirət qapılarının açılmasını, hər bir günahdan uzaq olmağı, hər bir xeyirxah işdən pay əldə etməyi, cənnətə nail olmağı və cəhənnəm atəşindən qurtuluşu diləyirik. Allahım, bizə ən bol ruzunu ixtiyar çağlarımızda və ömrümüzün sonlarında bəxş elə. Allahım, günahlarımızı bağışla, evimizi geniş elə, ruzumuzu bərəkətli elə. Allahım, səndən fəzilətini və rəhmətini diləyirik. Həqiqətən onların sahibi yalnız sənsən. Allahım, gizlində və aşkarda səndən qorxmağı diləyirik. Allahım, səndən əsəbi və razı qaldığımız anlarda həqiqəti deməyi, zəngin və kasıb vəziyyətlərdə qənaətçil olmağı, tükənməz bir nemət, davamlı göz aydınlığı, başımıza gələn qəza və qədərdən sonra bizə məmnunluq bəxş etməyini, ölümdən sonra rahat həyat, mübarək camalına tamaşa etməyinin ləzzətini, hər hansı zərər verici bir amilə və azdırıcı fitnəyə məruz qalmadan sənə qovuşmağın həsrətini diləyirik. Allahım, bizi imanla zinətləndir və bizi doğru yola yönəlt. Allahım, bizi ruzləndirlə, qənaətləndir və onu bərəkətli ilə hər bir itirdiyimizin əvəzinə daha da xeyirlisini nəsib elə. Allahım, səndən tərəddüdsüz iman, tükənməz neymət və əbədi cənnətin ən yüksək qatında Məhəmməd s.ə.v yanında olmağı diləyirik. Allahım, oruclarımızı qəbul elə, xəstələrimizə şəfa ver, dünyasını dəyişən bacı və qardaşlarımızın, ata-analarımızın yeni cənnət elə. Qoru. Amin. Amin. Biz hər birimiz amin deyirik. Dəniz bəy, Kənan bəy qoşulur və burada amin yazır. Mən bütün tamaşaçılara bir daha təşəkkür edirəm. Yaşar bəy, sizə təşəkkür edirəm. Hər gün gəlirsiniz, vaxt ayırırsınız. Və sabah bazar gün olmağına baxmayaraq, Ramazan günlərindən sayıldığından sabah yenidən 18:00-da sizi burada gözləyəcəyik. Hələlik görüşmək ümidi ilə.